övladımı informasiya texnologiyaları üzrə istiqamət vermək istəyirəm oxuması üçün proqrammistika və ya IT sahəsinə. Haradan və necə başlamalıyam? Neçə yaşından başlamalıyam bu təlimi ona keçməyə? Ən yaxşısı olan odur ki, 12 yaşından başlamaq. Bunun üçün lazım olan əsas iki fən, riyaziyyat, ingilis dilidir. Mən burada universitetlərlə bağlı heç bir şey demirəm. Mənə onunla bağlı heç bir sual verməyin. Nələri yaxşı bilməlidir, onlar deyirəm. Və üçüncüsü isə həmin uşaq super user olmalıdır. Ən azından gedib bir IT məktəbində, IT kursunda kurslara başlamadan öncə. Super user kimdir? Super user əla istifadəçi deməkdir. Yəni kompüterdən əla istifadə etməyi bacaran. Əməliyyat sistemləri Windows-u əla bilməlidir, Linux-u əla bilməlidir, istifadəçi kimi. Mən administrator kimi demirəm. Sonra iOS əla bilməlidir ki, o artıq gedib təhsil alacağı müəssisədə tam hazır vəziyyətdə olsun. Bu təkcə aid deyil uşaqlara. Bu həm də böyük insanlara aiddir ki, kimlər ki IT-ni oxumağa çalışırlar, yəni o istiqamət götürməyə çalışırlar. Baxın, mən şəxsən çoxdandan da 7 il bundan qabaq imtahana girəndə yanımdakı adamın baxdım ki, klaviaturada nəyisə axtarır. Soruşdum ki, nə axtarırsan? Deyir ki, Q hərfini axtarıram. Adam hələ Q hərfinin yerini bilmir. Gəlib iddia edir ki, gəlib kiber təhlükəsizlik üzrə mütəxəssis və mühəndis olacaq. Fəlakətdir. Ona görə ora qədəri yaxşı olmalıdır, bazası olmalıdır. Artıq ingilis dili çox önəmlidir. Yəni bu iki şey, bu iki fən, riyaziyyat, ingilis dili, bir də super user olması çox böyük üstünlük olacaq onun üçün və o istiqamətdə seçiləcək və tez irəli gedəcək.